Kvadratik funksiya verilmişdir. Funksiyanın qrafiki ordinat oxunu 0,6 nöqtəsində kəsir və T2N nöqtəsi parabolanın simmetri oxu üzərində yerləşərsə eni tapın. T nöqtəsi həmçinin simmetri oxu üzərində yerləşir və həmçinin parabolanın təpə nöqtəsidir. Parabolanın təpə nöqtəsinin apsisi n bərabərdir mənfi b bölü 2a düsturu ilə, ordinatı isə n bərabərdir 4ac minus b kvadrat bölünsün 4a düsturu ilə hesablanırdı. Biz buradan verilən parabolanın düsturundan ABC əmsallarını tapaq. A bərabərdir 1-dir, C bərabərdir 6-ya. Belə ki, x-in yerinə 0 yazdıqda bu da 0 eləyir, bu da 0 eləyir. Qalır y bərabərdir C, yəni 6 bərabərdir C-yə. Və B-ni də tapaq. B-nin təpə nöqtəsinin ordinat apsisini görürük ki, təpə nöqtəsinin apsisi 2-dir. Yəni 2 bərabərdir mənfi b bölü 2a və ya 2 vurulsun 1. Buradan b bərabərdir mənfi 4 alarıq. C-ni bilirik və n təpə nöqtəsinin ordinatını hesablayaq. 4 vurulsun 1 vurulsun 6 çıxılsın mənfi 4-ün kvadratı. Bölünsün 4 vurulsun 1. Bərabərdir 24 çıxılsın 16 böl 4. 8 ilə 4-ə bölsək bərabərdir 2. Və hər tərəf 4-ə ixtisar edib 6 çıxılsın 4 yenə də 2 yaza bilərsiniz.